Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və birinci xanım Melania Trumpın adından təşkil olunan rəsmi qəbulda iştirak etdilər. Ermənistan və Azərbaycan, mən sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin 22 il davam etdiyini dediniz, düzdür? 22 il, bu 22 il ərzində siz müharibə şəraitində idiniz. Daha da çox, bundan da daha çox, 30 ildən artıq siz möcüzə yaratdınız, cənab prezident, təşəkkür edirəm. Mən bir neçə dost qazandım, təşəkkür edirəm, çox gözəl oldu. Bugün yaxın şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə o tez həyata keçirilə bilər. Bilmirəm, bunu sizin planınız qədər tez həyata keçirə biləcək ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu həqiqətən sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır. Atışma yoxdur, heç nə yoxdur. Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu. Mən sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız. Mən bu zalda olan bəzilərinizlə görüşmüşəm. Bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz. Dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxışmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq. Mən gələcəyi birlikdə qurmaq adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn ilin birinci ilində Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.